Ata bugün nə eləyirik? Bugün paket siparişi daş arası can əti antrikot yabloska. Gel sen birinci odu çek. O zaman odunu çektim ayol. Çəkdim. İndi də quyruq yağı ilə daşımızı ne edirik? Yağlayırıq. Yaxşıcana. Bu da antrikot yabloskamız. Çəkisi də 250 qram. Bu nə ətidir belə? Bu qoç əti. Qoç əti. Niyə quzu yox, qoç? Qoç yaxşı dadlı olur, həm də daşın arasında quzu çox əriyir gedir. Bu da can ətimiz, 3 tikə. Bu da göbələklərimiz. İndi ətləri qoyduqdan sonra daşı üstünə qoyuruq ətin. Əsas məsələ, qara çörəyi ilə acı bibərini də qoyuruq daşın arasına. Müştərinin istəyinə görə başqa şeylər də qoymaq olar yanına. Bunlar hamısı qiymətə daxildir. Bəli. Hə, kartuşkalarda quyruq yağı ilə çiyə yağın qarışığında bişirirəm. Sadəcə. Dadlı olsun deyənə, bəli, yumşaq Çiyə olsun. nədir? Çiyə inək sütündən hazırlanmış yağ. Yəni, tam hazır olmayan yağ, qaymaqlı yağ. Qaymaqlı yağ. Kartuşka da acı biberdir. Soğanı da hamısını bir qaba paketlədik. Əti də bu qaba yığacam. Artıq ətimiz də bişib. İndi onu qablaşdıraq. Can ətidir. Paket siparişimiz hazırdır. Çatdırılma ancaq taksi vasitəsilə.